Salam əziz və dəyərli izləyicilər. İstədim bugünkü mövzumu bu psixologiya həmişə dediyim kimi yenə də təkrarlamaq məcburam. Yəni tibbdən uzaq getməyib. Yəni, necə ki psixologiyada beyinlə, insan beyninlə həmişə araşdırırlar. Tibbdə həmçinin, yəni insan beynindən elə bir mövzudur ki, yəni tibblə psixologiyanın demək olar ki, bir-birə gedirlər yəni bunlar. Psixologiya tibbdən uzaq deyil bir elm kimi, sahə kimi. Və bugünkü mövzumu yəni istədim toxunam amigdala barəsində, yəni ruslar bunu Mendeleevnaye vəşistva deyirlər, Mendalina. Mendeleevnaye tela daha doğrusu. Amigdala haqqında danışmaq. Amigdala bu demək sol tərəfdə, həm sağ tərəfdə badam boydadır, yəni hər bir insanda həm solda, həm sağda yerləşir, badam boydadır. Bunun əsas funksiyası nədir? Beyində olan amigdalanın funksiyası. Bu beyində olan amigdalanın funksiyası odur ki, insan qorxu emosiyasının, gərginlik emosiyasının, təşviş emosiyasının əsas rolu bundadır, amigdalanın. Bu birbaşa vegetativ sinir sistemi ilə bağlıdır və bu vegetativ sinir sistemi ilə beyində olan hipokamp adlı bir yer var. Ondan birbaşa ilə yaddaş prosesində iştirak edir. Amigdalalar vegetativ sinir sistemi ilə birgə hipokamp vasitəsilə yaddaş sistemi ilə birbaşa bağlıdır. Yəni bütün insanda nə yaddaşında həkk olunursa beynində. Burada böyük rolu var. Amigdala deyilən beyindəki maddənin. Yəni bu amigdala ilk öncə də dediyim kimi, yəni qorxu ilə, qəzəblə bağlıdır. Əsl emosiyalar bunlardır. Sonra da yaddaşla bağlıdır. Yəni insan qorxu içində olanda, kritik durumda olanda, stres halında olanda amigdala ifraz etməyə başlayır. Bununla bağlı stres vaxtında nə olur? Qaç və yaxud döyüş. Qaç və döyüş. Yəni bu sistem bu amigdala ilə bağlı. Qaç və yaxud döyüş. Yəni amigdalanın elə bir maddədir ki, yəni bunun çox böyük bir funksiyası var, yəni qorxu ilə, qəzəblə savayı bunun o qədər funksiyası var ki, yəni stres funksiyasında ki, yəni kortizol ifraz eləyəndə bu birbaşa beyinlə də bağlıdır ki, adrenalin ifraz olunur böyrək üstü vəznə. Bunlar da hamısı bir-birinə bağlıdırlar. Yəni amigdala həmçinin bundan savayı, yəni ən əsaslı rolu necə ki yaddaş, qorxu və qəzəbdir, onun başqa rolları da var. Yəni insanın ürək döyüntüsündə böyük rolu var. İnsanın təzyiqi yüksək olanda bu amigdalanın rolu var. Ürək döyüntüsünün çoxalması, insanın tərləmə prosesi, insanın məsələn beyindəki zədələr alanda məsələn bu amigdala zədələnir. Onda da bu nə ilə faciə baş verir? Bu elə bir xəstəliklər var ki, o birbaşa amigdalanı zədələyir. Əgər beyində pozulma var, bu Alzheimer xəstəliyidir, insultdur, yəni posttraumatik stressdir, belə proseslərdən sonra amigdala deyilən maddə zədələnir beyində. Necə dediyim kimi bayaqlarım, yəni amigdalanın çox böyük rolu var insan orqanizmində. Və insan amigdalaya görə, yəni bu stres vaxtında yaşaya bilir. Yəni amigdalaya görə insan ətraf mühitə necə deyərlər ki, yəni çox diqqətli o konsentrasiyanı ətraf mühitə yönəldir ki, yəni bu beyindəki o amigdala ilə bağlıdır. O amigdala olmasaydı insan yaşaya bilməzdi. Stres faktorunda insan qorxu bilməz nədir. Qorxu da bilməyəndən sonra insan sağ qala bilməz bu həyatda. Amma bu amigdalanın, yəni qorxu demişkən elə bir xəstəliklər var ki, Orxan bir xəstəlik var ki, yəni bu amigdalanın yox olması deməkdir. Amigdalda yox olanda beynində insan qorxu nədir bilmir. Qorxu hissini ümumiyyətcə bilmir. Orxan bir xəstəlik adı var. Və hətta ki insan əgər beyində əməliyyat keçirirsə, amigdalanı yox edərlərsə əgər cərrahlar, insan qorxu hissini ümumiyyətcə bilməyəcək nədir.
İnsan gərginliyi bilməyəcək nədir, bu hissini bilməyəcək nədir yana. Belə bir xəstəlik, Urhan beti adlı xəstəlik var. O amigdala deyilən bir maddə yox olur beynində. Çox həddindən artıq çox az faiz xeyli təşkil edir insanlar yer üzündə. Yəni bu amigdala deyilən bir mövzu yana dedim ki, sağda bir də soldadır. Badam boyunda bir maddədir beynində. Və bu maddə elə bir maddədir ki, yəni çox funksiyalı maddədir. Yəni dediyim kimi veqetativ sinir sistemi ilə birbaşa hipotalamusla beynindəki olan maddə, hipokampla yaddaşdan olan maddə ilə hipotalamusla bu qan dövranı, bu ürək damar sistemi ilə bağlıdır, hipotalamusla və bu ürək döyüntüsünün çoxalması, qan dövranının çoxalması, təzyiqin çoxalması ilə hipotalamus vasitəsilə veqetativ sinir sistemi oynadır və birbaşa bu proseslər baş verir və hipokampla yaddaş prosesində iştirak edir amigdala deyilən maddə. Və istədim elə qısa da olsa bu haqda sizlərlə danışım, bölüşüm. Ona görə ki, bu həm tibbdə amigdala, həm də ki, psixologiyada mövcuddur. Bu haqda çoxlu mövzular var, yəni amigdala bağlı. Qısa da olsa istədim elə buna toxunan əziz izləyicilər. Amigdala bir mövzuya, yəni ruslar buna mindaливидное тело deyirlər, mindaливидное вещество. Həm də amigdala. Bunu istədim toxunan bu mövzuya beyindəki olan maddə ilə bağlı. Sizlərlə bölüşüm. Çox sağ olun, əziz izləyicilər və dəyərli izləyicilər. Məni də izlədiyiniz üçün hər bizə çox sağ olun bildirirəm. İnşallah Allahın hökmü ilə, izni ilə görüşərik. Sağ olun, Allah. Özünüzə yaxşı baxın.